Bizi izləyənləri salamlayıram. Belə bir Oçköydə yaxınlaşıb kondensator ustalarımızın qurbanı. Sürücünün verdiyi məlumata görə hər şey qaydasında olub. Bizdə nəzarət ölçü cihazı işləməyib. Yaxınlaşıb ustalarımız onu bərpa eləyiblər. Ondan sonra alışma baş verib maşında. Revolsiya yanıq. Revolsiya yanandan sonra deməli diagnostika etdikdə bağır ağırlaşıb tamamilə burada salmışıq. Və diagnostikada ABS-in ritma bloku əlaqəyə çıxmır və sükan ritma bloku. Ondan sonra gedib başqa bir kondensator ustasının yanına o priboru düzəldib və deyib ki, beyin priboru tanımır və ona nəsə beyin yazılmalı. İndi hal-hazırda araşdırıb sizə göstərəcək. Diagnostika elədik, diagnostikanın nəticəsi gün düşür. Bizdə bütün problemlər O0-129-un başındadır. Post Communication with Brake System Control modu. Yəni ABS modulu ilə əlaqənin etməsindən bəhs edir. Hal-hazırda sökək, sonra görə problemə gəlmir. Hal-hazırda işimizi yekunlaşdırdıq. Təmir prosesini çəkə bilmədim, iş çox oldu. Baxın, heç bir işıq yanmır. Yəni bu SLS ilə bağlıdır. Sonra ABS-in idarə etmə blokuna girmirdi. Diagnostika, baxın. ABS. Bu da onun fotoqramı. Sanırım. Hər bir şey göstərir. Qısaca ancaq məlumat verim ki, deməli problem nəydən ibarət olub? Bizim bu kondensator şik, nəzarət ölçü cihazlar təmir eləyəndə qısa qapanma olub orada. Qısa qapanma olub, onun nəticəsində qoruyucu yanıb, götürüb qoruyucunu 3 sayın nominallı qoruyucu qoyub ora. 3 sayın nominallı qoruyucu da ki, o yana bilməyib öz növbəsində naqilləri əridib. Bir-birinə yapışdırıb, naqilləri əridib. Ona görə də alışma baş verib və kan xəttində problem yaranıb. Biz kan xəttini bərpa elədik, qoruyucunu da dəyişdik. Və hal-hazırda görürsünüz 0 yanır və sürət. Sürət göstərir. Yəni belə. Bu arada bizim bir gözəl müştərimiz var, Zülfüqar bəy. Ona çox sağ olun bildirirəm, bizi mikrofonla təchiz edib. Deyir ki, roliklərdə səs zəif çıxır. Hədiyyə elədi bizə bir mikrofon. Çox sağ ol demək istəyirəm ona. Bu qədər. Kimdə belə bir problemlər olsa, müraciət edə bilər bizə.